Hamıya salam dostlar, hamıya salam. Mən bugün sizlərlə oynayacağıq. Bugün sizlərlə nə oynayacağıq? Bir oyun et oynayacağıq və biraz da sizlərlə danışacağam. Kanal haqqında məlumat. Yəni bildiyiniz kimi oyun oynayacağıq, danışacağıq, söhbət edəcəyik. İlk öncə burada çarxlar onu çevirək. Nə çıxar. Nasıl da çıxan deyir buradan işlə. Ona görə də gedək, oyunumuza keçək. Çox söhbət eləmədən oyunumuza keçək. Hamıya yenidən salam. Oyunumuza başladıq. Bildiyiniz kimi oyunda buglar olur. Et sərəcəli moduna girən zaman oyunda 999 pul verir. Amma normal oyunda ilk oyundan 500 pul verir. G18 və s. silahlar ala bilirsiniz. Amma bir iki oyunda ki mən gedirəm, oyunda 999 pul verir. Bunun səbəbini bilmirəm. Yəqin ki qayınla asılıdır. Oyunda buglar var, ondan asılıdır. Sizə videonun sonunda həssasiyyət verəcəm. Pis yaxşı. 2000 kaldı. Dediyim kimi videonun sonunda həssasiyyət verəcəm. Eğer telefonunuzda uyğunsa götürüb bilərsiniz. Bir dəqiqə. Dediyim kimi demişdim kanaldan danışacağam. Yəni mən YouTube səhifəsinin YouTube kanalı açmamın səbəbi yəni buradan gəlir əldə etmək yox. Sadəcə böyle sizlərə əyləndirmək, sizlər üçün maraqlı videolar çəkməkdir. Yəni sizə bunu mənim videolarımı bəyənsiniz, abunə olub like atmağı unutmayın. Neysə, çox danışmaq da istəmirəm, oyuna baxmanızı istəyirəm. Axırda ayar verəcəm. Bir dəqiqə baxa. AVM ilə mənə baş atır. Normalda AVM ilə baş atmaq, yəni üz-üzə gəldik də biz. Baxalım təkrarına baxacağıq. Dediyim kimi oyunda yenə haqsızlıq var. Çünki mənim canım polnu idi. Rəqib mənə 169 vurdu. Mənə öldü. Yəni o haqsızlıqdır. Neysə, mən buranı kəsim. Sizə çox yormayam. Dostlar, gördüyünüz kimi oldu. Bizimkiler oyunu oynadı. Amma bir şey də deyirəm. Yenə gördüyünüz kimi 999 pul verdi. 999.000 pul verdi. Yəni bunun səbəbini bilmirəm. Yəni dediyim kimi də. Yəqin ki oyunda bug var. Əgər bilirsinizsə bunun səbəbi bizlə bölüşməyini istəyərəm. Biraz tanımaq lazımdır. Ya. Değme. Hayır ya, 1vs4 atırdım. Mesela izleme tekrarına baxaq. Vuruş tekrarına. Üzürsəm səhv dedim. Bizimkiler izleme tekrarına baxanda kilimi qaldırıb və bizimkiler onu öldürməyə çalışırlar. Hər nəsə, yenə buranı keçim, siz oyuna baxın ancaq. Gəldik, təzədən round başladı. Video çoxunun çəkməsin deyənə ortalarından oynayıram. Yəni ortasından başlayıram oyuna, çəkirəm videonu. Yəni dediyim kimi kim oyun istəsə vs atmaq problem yoxdur. Yorumlara idimizi yazın, oynayaq. Ay yerindəki uydumuzu yazın, oynayaq. Yəni istəyirsinizsə buranı kəsin, buranı kəsəcəm. Oyuna başlayanda yenidən sizinlə görüşəcəyik. Yəni burada qalın. Üçüncü roundda demək olar ki biz utduq. Bizimkiler çox əla oynayır. Burada yaxın rəqib gördüm burada.
Öl. Mən də öldüm. Arkadan vurdu. Onu görməmişdim. Yəni bir yaxçı səssizliyimdən ötürü üzr istəyirəm. Arkadan da vurmayıb. Əgər lap qıraqdan vurub. Adam görəndə avtomatik olaraq səssiz oluram ki, yəni beynimi o adama saxlayıram ki, onu öldürmək üçün səssizlik olmaq daha yaxşıdır məncə. Neysə, buranı saxlayayım. Yəqin ki, bizimkilər uduzacaq. Oyunda sizlərdən görüşəcəyik ya da udsalar lobidə. Dediyim kimi, uşaqlar yenə uduzdular bizimkilər. Yəqin ki, bu oyunu geri qaytaracağıq. Biri getdi. İkisi getdi. Bax, bunlar var ya, bunlar bir yaxlarını yuxarı çəkdi. Düşmə. Yuxarıdan da çəkdim. İndi bir yaxlarını videonu saxlamışdım. Bunlar uzanda oyunu udanda çəkmişlər ifadəni. Düşdü, aldım. Bayaq. Hangi uşaqlar bu oyunda oldu. Yəni ağlınızda video konseptləri varsa yorumlara yazıb. Mən əgər istədiyiniz video konseptlərini çəkməyimi istəyirsinizsə yorumlara yaza bilərsiniz. Videoda xoşunuza gəldisə abunə olub like atmağı unutmayın. Yəni hər 2 gündən bir videolar gəlir də bildiyiniz kimi. Ancaq bu videoya 5 like keçsə mən 1 saatdan bir video ataram. Yəni o sizə baxır da ki, siz əgər videonu bəyənsəniz mən avtomatik olaraq video ataram. Neysə, çox danışdım. Çox da danışmaq istəmirəm. Dediyim kimi həssasiyyət verəcəydim. Həssasiyyət yerinə girəm. Dostlar, həssasiyyətimi burada istəsəniz götürün. Xoşlansanız götürərsiniz, xoşlamasanız da özünüz bilərsiniz. İstəyətməyin. Neysə, videonu xoşlanırsa abunə olub like atmağı unutmayın. Sağ olun.